Rayət İmaməliyev, vətəndaş mövqeyimlə qarşınızdayım. Bu katibə elanını gördüm və yadıma bir hadisə düşdü. İllər öncə bir şirkətdə icraçı direktor vəzifəsində çalışırdı. Bir gün şirkət rəhbəri yanında qısa yubqalı, sinə dekaliteli, qaşları dartılmış, silikon dodaq, təqribən 18 yaşında bir qızla otağıma girdi. Dedi ki, bu qızın adı Aykadır, bunu katibə işinə götür. Dedim, axı, ay müdür, bizdə Zibeydə xanım adlı, dindar, zəhmətkeş, bacarıqlı katibə var axı. Mənə dedi ki, bir var xaricdən və iş adamları, gələn qonaqları, 45 yaşlı, başı bağlı Zibeydə qarşılasın, bir də var 18 yaşlı müasir Ayka. Qısacası, seksual aclıqlı cəmiyyətimizdə Ayka Zibeydə qalib gəldi. Az müddət keçəndən sonra xaricdən gələn qonaqların, biznes adamlarının, iş adamlarının hamısı ilə Aykanın xoş münasibəti yarandı. Üzr istəyirəm, bir neçə aydan sonra Ayka hamilə qaldı. Hamı şübhələndi ki, bu uşaq kimdəndir? Ayka da dedi ki, şirkət rəhbərindən uşaq. Şirkət rəhbəri də boynundan atdı. Ayka eləmə tənbəlli. Düz get şirkət rəhbərinin arvadını, qızını tap, məsələni de. Sonunda da şirkət rəhbərimiz, müdürümüz Aykaya ev, maşın, küllü miqdarda da pul verərək məsələni kökündən bir dəfəlik bitirdi. Zibeydəni təzdən işə qaytardıq. Şirkət rəhbəri hər dəfə şirkətə gələndə deyərdi, Zibeydə, Allah səni bizim başımız üstündən əski eləməsin.